İkincisinə ötən il başlanan 640 yerlik məktəb 32 sinif otağı, fizika, kimya laboratoriyası, fən kabinetləri, kompüter otağından ibarətdir. Məktəbdə 800-ə yaxın şagird təhsil alacaq. 82 müəllim onların təlim tərbiyəsi ilə məşğul olacaq. Son illərdə istifadəyə verilən 30 yeni məktəbin sırasına bu il Cəlilabad şəhər 2 saylı məktəb kompleksi və Sabirabad kənd məktəblərinin yeni binalarının da əlavə olunacağını söyləyən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov müəllimləri yeni dərs ili münasibətilə təbrik edib. Ölkədə təhsillə bağlı həyata keçirilən tədbirlərin real nəticələrindən danışan Natiq, hazırda 4 yaşayış məntəqəsində ümumilikdə 1150 yerlik yeni məktəblərin inşasına hazırlıq görüldüyünü söyləyib. Sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Elə həmin gün Sabirabad kənd orta məktəbinin yeni binası da müəllim və şagirdlərin ixtiyarına verilib. 480 yerlik 2 mərtəbəli məktəb binasında fən kabinetləri, laboratoriyalar, müasir tələblərə cavab verən sinif otaqları, hər cür idman qurğuları ilə təmin edilən idman zalı var. Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov yeni məktəbin istifadəyə verilməsi münasibətilə pedaqoji kollektivi təbrik edib, onlara uğurlar arzulayıb. Tədbirdə ötən dərs ilində 330 nəfər tələbə adını qazanması, 14 nəfərin 600 baldan yuxarı nəticə göstərməsi də dövlətin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilib. Mərasim məktəbdə tədris üçün yaradılan şəraitə baxışla başa çatıb. Nuranə Tərlan qızı, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Xəbər xətti.